Uşaq tərəvəz və hətta meyvədən qəti şəkildə imtina edir, yalnız çips, pizza və ya makaron istəyir. Səbəbi nədir? Rusiyalı diyetoloq Pavlovskaya deyir ki, bu hallara rastlaşırsınızsa, səbəb çox güman ki, övladınızda qida pozuntusu probleminin olmağıdır. Konkret qidalara alışqanlıq patologiyadır, deyə həkim bildirib. Yelena Pavlovskaya deyir ki, həkimlər qida seçiciliyini yalnız bu yaxınlarda xəstəlik təsnifatı kimi qəbul edib. Əvvəllər belə hesab olunurdu ki, qidalanma pozuntusuna yalnız iştahsızlıq aiddir. Tədqiqatlar nəticəsində məlum olub ki, insanın hər hansı bir ərzağı yeməməyi və ya bir neçə ərzağı davamlı yemək istəyi patologiyadır. Doktor Pavlovskaya deyir ki, əvvəllər belə hesab olunurdu ki, uşaq böyüyəndə qida alışqanlığı normallaşacaq. Bəzən də belə olurdu, amma müəyyən bir qrup insanlar var ki, ömrünün sonuna qədər hər hansı bir ərzağı yemir və yaxud da müəyyən qidalardan asılı olur. Artıq qida selektivliyi xəstəlik kimi qəbul edilib. Onun müxtəlif müalicə üsulları və həlli yolları axtarılır. Həkim valideynlərə uşaqlarına lap az yaşından meyvə və tərəvəz alışqanlığı yaratmağı tövsiyə etdiyini bildirib. 7 yaşına qədər uşaqlara isə bacardıqca zərərli sayılan qidalardan və fast fooddan uzaq tutmağı tövsiyə edib.